Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugün bir stəkan mürəbbə şirəsindən böyük bir ailəyə bəs edəcək qədər yumuşaq və ləzzətli peçenyalar hazırladım. Gəlin reseptə birlikdə baxaq. Əvvəlcə onu qeyd edim ki, ərzaqlar hamısı ev temperaturunda olmalıdırlar. Bir stəkan istənilən mürəbbə şirəsi götürürük. Mən ərik mürəbbəsinin şirəsindən istifadə etdim. Üzərinə 1 çay qaşığı çay sodası əlavə edirik və bunu yaxşı-yaxşı çırpıcı vasitəsilə tam ağırına qədər qarışdırırıq. Onu da qeyd edim ki, mürəbbə şirəsinin rənginə uyğun olaraq peçenyalarınızın rəngi dəyişə bilər. Əgər tünd rəngdə şirədən istifadə etsəniz, onda peçenyaların rəngi də tünd alınacaq. Gördüyünüz kimi qarışdıra-qarışdıra rəngi tam ağappaq ağardı. Bu cür olduqdan sonra üzərinə 3 ədəd ağlı sarılı yumurta əlavə edirik və 1 stəkan da şəkər tozu əlavə edirik. Stəkan ölçümdə 200 ml stəkan ölçüsüdür və bunları da çırpıcı ilə yaxşıca qarışdırdıqdan sonra üzərinə 2 paket vanilya əlavə edirik. Ardıca da 3 yemək qaşığı dolu xamadan istifadə etdim. Xama olmasa xamanı qatıqla da əvəz edə bilərsiniz. 3 yemək qaşığı da gördüyünüz kimi xama əlavə edirəm. Xamanın yağlılıq faizinin heç bir fərqi yoxdur. Və bunları da yaxşıca qarışdırdıqdan sonra son olaraq yağ və undan istifadə edirəm. Burada 250 qram kərə yağından istifadə etdim. Kərə yağını siz paçka margarin yağı ilə də əvəz edə bilərsiniz. Yəni fərq etməz. Amma əsas odur ki, yağ mütləq çalışın ki, ev temperaturunda tam yumşalmış olsun. Yəni krem halına gəlmiş olsun ki, qarışdırarkən kütlənin içərisində düyün şəklində qalmasın, tam olaraq açılsın. Ən sonda da gördüyünüz kimi hissə-hissə unu əlavə edirəm və yumşaq xəmir yoğururam. Mən ümumilikdə bu xəmir üçün 7 stəkan undan istifadə etdim. Hər zaman da videolarımda qeyd etdiyim kimi istifadə etdiyim stəkan ölçüm 200 ml stəkan ölçüsüdür. Ərzaqların miqdarını həm stəkan ölçüsü ilə, həm qramla açıqlama bölümündə qeyd edəcəm, oradan baxarsınız. Qramla qeyd etsəm 910 qram undan istifadə etdim. Xəmir şirəli xəmir olduğu üçün çox az ələ yapışqanlığı olur. Buna aldanıb qətiyyən 7 stəkandan artıq çalışın, un əlavə etməyin və xəmirin üzərini örtürük. Soyuducuda yarım saat gözlədirik. Yarım saat gözlətdikdən sonra xəmirin o azca da olsa ələ yapışqanlığı var idi. Həmin ələ yapışqanlığı qətiyyən qalmayacaq. Xəmiri 2 hissəyə bölürük. Birinin üzərini örtüb bir kənarda gözlədirik. Digər ikinci gündən isə başlayırıq yaymağa. Xəmiri mütləq 5-6 mm qalınlıqda yaymaq lazımdır ki, bişərkən quru alınmasınlar, çox nazik alınmasınlar. Qeyd etdiyim kimi, yəni çox incə yaysanız onda peçenyalarınız quruya bilər. Çalışın ki, 5-6 mm qalınlıqda yayın. Xəmiri yaydıqdan sonra və eni 5 sm olan fiqurla və ya adi bir bakalın bir ağzı ilə kəsə bilərsiniz. Baxın, burada qalınlığını da sizə göstərirəm. Qeyd etdiyim kimi eni 5 sm forma ilə kəsirəm xəmirləri və xəmirin kənar hissələrində qalan artıq xəmirlərdə yenidən onları da toparlayıram. Yenə də bir kündə eləyib salafanın altında gözlədirəm. Hər dəfəsində bu 2 kündən yayanda, yəni kənar hissələrdən çıxan xəmirləri kündələyirəm, onları da gözlədirəm. Ən sonda onları da yayıram. Və ümumilikdə bu reseptlə tam 3 list peçenyalar alınır. Çox bərəkətli bir reseptdir. Hazırlayın. Hətta çox olarsa bir qismini salafanda, buzluqda da dondura bilərsiniz. Ürəyinizdən keçən zaman və ya evinizə bir qonaq gələn zaman şirniyyatları çıxardın. Bir kənarda gözlədin, qalsın, donu açılsın. Yəni 1-2 saat öncədən, daha sonra isə nuş edə bilərsiniz. Soyuducunuzda artıq qalan mürəbbə şirələrini qətiyyən atmayın. İsraf etməyin. Siz də bu cür şirniyyatlar hazırlayıb evinizdə, ailənizlə, övladlarınızla nuş edə bilərsiniz. Hər xanım mürəbbə bişirəndə onun şirəsindən mütləqdir ki, yəni artıq qalmalıdır. Həmin o mürəbbə şirələrini bu cür dəyərləndirə bilərsiniz. Bu reseptlə tam 3 list dolu peçenyalar alındı. Bu peçenyalar o qədər yumuşaq olur ki, sanki pryanikdir. Pryaniklər necə yumuşaq olursa, pryanik dadında eynən o dadda peçenyalar alınır. Çox yumuşaq alınır. Mən konveksiya rejimində qeyd etdiyim kimi 170 dərəcədə bir 15-18, uzağı 20 dəqiqə, yəni müddətində bişib hazır olurlar. Baxın belə, həm üzəri biraz qızıl rəngi alır, alt hissəsi də qəşəng qızarır. Götürürük, tam soymasını gözləyirik. Tam soyduqdan sonra artıq istəsəniz elə bu cür
də nuş edə bilərsiniz. Görürsüz, hamısını, yəni 3 listin hamısını bir listin içərisinə əlavə etmişəm. Nə qədər bərəkətli peçenyalar alınır. Baxın, burada yumşaqlığını da sizə göstərim. Görürsüz necə yumşaqdır. Sanki pryanik yeyirsiniz. Pryanik dadında çox yumşaq, qəşəng peçenyalar alınır. Amma mən bunlara biraz gözəllik vermək üçün, biraz qəşəng görünüş vermək üçün bir banka qaynanmış, qatlaşdırılmış süddən və qoz ləpəsindən istifadə etdim. Qoz ləpəsini mütləq rondodan keçirdin, üyüdün və 2-2 peçenyalardan götürürük. Birinin gördüyünüz kimi alt hissəsinə qaynanmış, qatlaşdırılmış süddən çəkirik və digər peçenyanı da üzərinə yapışdırıb, kənarlarına da qaynanmış, qatlaşdırılmış süd çəkdikdən sonra həmin bu hissəni qoz ləpəsinə bulayırıq və yığırıq. Hətta qeyd edim ki, qoz ləpəsi olmasa da olar. Məndə yəni istifadə etdiyim biraz qoz ləpəsi baxdım, bitdi. Peçenyanın özündən 3 dənəsini qəşəng ovun, 5 dənəsini ovursuz. Yumşaq olduğuna görə tez ovulur. Elə əllə ovduqdan sonra elə öz ovun su ilə kənarlarını bəzəyib süfrəyə verirsiniz. Baxın, burada görürsüz, elə 2-3 dənəsini götürdüm, qəşəng əlimlə ovdum. Yumşaq peçenya olduğuna görə burada artıq rondoya ehtiyac yoxdur. Elə əllə ovuruq və kənar hissələrini elə öz ovun su ilə bəzəyirik. Bu cürdə olanda peçenyalara çox gözəl bir görünüş vermiş oluruq. Onu da deyim ki, bu peçenyalar 2 gün qalsın, 3 gün qalsın, qaldıqca daha da yumşalır. Yəni çox yumşaq peçenyalardır və həqiqətən də çox dadlı alınır. Sizlər də mürəbbə şirəsini israf etmədən, yəni soyuducunuzda artıq yer tutubsa götürün, bu cür dəyərləndirin və evladlarınız nuş etsinlər. Özünüz də çay süfrəsində nuş edə bilərsiniz. Yumşaq, dadlı, ləzzətli, sadə peçenyalar alınır. Hazırlayıb yeyən hər kəsə nuş olsun. Göz haqqınızı halal edin. Yeni videolarda görüşmək ümidi ilə sağ olun, salamat qalın. Əgər videonu bəyəndinizsə, Kəmalə Kərimli 82 kanalına abunə olun, videonu bəyənib şərh yazmağı unutmayın. Dəstəyiniz Kəmalə xanım üçün motivasiya mənbəyidir. Paylaşılan videoları bəyənib şərh yazanlara öncədən təşəkkür edirik.